Hər gün bir çox insanın həyatına ümid, rahatlıq, şəfa bəxş edirsiniz. Sizi ruhlandıran bir xəstənin həyat hekayəsini bölüşə bilərsinizmi? Həyat haqqında ən böyük dərsi hansı pasiyentdən öyrəndiniz? Bəli, hər bir xəstədən sonra cərrahın həyatında bir müəyyən qədər əgər uğurla keçən əməliyyat varsa, müəyyən mənada onun da həyatında bir müsbət dəyişiklik qeyd edilir. Aurası dəyişir. Motivasiyası dəyişir, həyata baxışı dəyişir, inamı artır. Bu ki, qaldı kim mənim həyatımda çox diqqət cəlb edən hallar, məsələn, hamının yaxşı tanıdığı, keçmiş SSR-də futbol sahəsində demək olar bir nömrəli futbolçu və dünya futbol tarixinə düşən Lev Yaşinin böyük Dinamo Moskvanın sonra neçə illər SSR-i yığma komandasının belə əfsanəvi qapısının ayağının xilas olunması əməliyyatı təxminən 20 saat çəkdi. Biz 20 saat onun ayağının xilas olmasıyla üzərində çalışdıq. Amma çox təəssüf ki, xilas edə bilmədik və sonda isə ayağı amputasiya etməli olduq. Bu mənim həyatımda böyük bir iz buraxdı və ondan sonra biz onunla uzun illər dost olduq. Çox ailəsində mən oldum, ailəsini tanıdım. Gözəl ailəsi, iki qızı, hamısından böyük bir ailələrimiz arasında bir dostluq yarandı. Yəni demək istəyirəm ki, həkimlərin həyatında belə olur ki, uğurla əməliyyat etdiyi, nəticəsi gözəl olan xüsusi hallarda xəstələr bəzən həkimlərin yaxın dostuna çevirirlər. Mənim də həyatımda belə var ki, vaxt ilə əməliyyat eləmişəm, sonra isə dost olmuşuq, bugün də ona davam edirik. Bu çox xoş bir hissdir. İnsanlar daim sizə bir, demirəm ki, minnətdarlıq hissi, bu da bir o qədər də mənim sevmədiyim sözdür. Bir hörmət, simpatiyana yanaşırlar. Bax, bu minnətdarlıq sözündən məncə bu daha düzgün səslənir. Təşəkkür edirəm.